Salam, Texnologiya Azərbaycan kanalına xoş gəlmisiniz. Bugünkü videomuzda TFTP server praktikasını eləyəcəyik. Biz bir server yaradacağıq və içərisində TFTP-ni aktiv edəcəyik və konfigurasiya etdiyimiz routerun ayarlarını backup eləyib o serverə atacaq və yeni bir router qoyub o routerun içində heç bir şey konfigurasiya etmədən serverdə əsas routerumuzda etdiyimiz konfigurasiyaları yeni qoyduğumuz routera restore eləyəcəyik. Bu prosesi necə eləyə bilərik? Yəni praktik ortamda buna baxaq. Deməli bizə lazım olacaq bir ədəd router. 2911 router qoyacağam, bir ədəd 2960 switch qoyacağam və bir ədəd də server qoyacağam bura. Bunlar bizim əsas avadanlıqlarımızdır. Gəlin ikinci rezerv routerumuzu da yerləşdirək elə indidən, amma hələ ki şəbəkəyə qoşmayacağam. Sadəcə qıraqda dursun. Bizə hələ ki lazım deyil. Biz əsası konfigurasiya eləyəcəyik və konfigurasiya etdikdən sonra serverə backup eləyəcəyik. Aha, gəlin biz məntiqi bir şəbəkəmizi quraq öz beynimizdə. Görək biz avadanlıqlara hansı IP-ni verəcəyik. Deməli, ümumi bizim şəbəkəmiz olacaq 192.168.1.0 şəbəkəsi. Biz bu şəbəkədən serverimizə verəcəyik 192.168.1.5 IP-sini. Routerumuza bu şəbəkədən verəcəyik 192.168.1.1 IP-sini və rezerv router'a da 192.168.1.254 IP-sini verəcəyik. Amma hələ ki biz bunu dediyim kimi şəbəkəyə qoşmayacağıq, sadəcə buna bir IP təyin eləyəcəyik. Kabelləşməni eləyək, bağlayaq bu cihazları bir-birləri ilə. Deməli serveri bağlayıram switchdə, fast Ethernet 24 portuna. Router'ı isə Gigabit Ethernet 0.1-dən Gigabit Ethernet 0.1-ə bağlayıram switchlə arasında olan əlaqəni. Gəlin elə istəyirsiniz indidən bu rezerv routerumuzda bağlayaq şəbəkəyə, amma bunu hələ ki IP falan verməyəcəyik. Yəni tanımır. Hal-hazırda sanki qoşmamışam, əlaqə yoxdurmuş kimi bir şeydir. Girək routerumuzun içərisinə və routerumuzda bəzi konfigurasiyalar eləyək. İlk öncə routerumuza routerla switch arasında olan interfeysə, yəni Gigabit Ethernet 0.1 interfeysin routerun IP verək. Configure terminala gəlirik və interfeysimizə daxil oluruq. Gigabit Ethernet 0.1 interfeysinə IP adresimizi təyin edirik. 192.168.1 və 1. Subnet maskamız 255.255.255.0 olacaq. No SH deyib portumuzu aktiv vəziyyətə gətiririk. Do VR da deyək, bunları saxlanıc eləyək. Hal-hazırda mən normal IP verdim routerun interfeysinə. Kənar isə heç bir konfigurasiyanı etməmişəm. Gəlin biz routerumuzun adını dəyişdirək. Routerda 2 dənə istifadəçi yaradaq. Birinin parolunu gizli, yəni şifrələyək. Birinin parolunu açıq saxlayaq və konsol ilə girişə bir mesaj yazaq. Bu ayarları eləyək. Sonra görək bu routerdakı konfigurasiyaları backup edib ikinci routera restore etdikdən sonra burada quraşdırdığımız hər bir ayar orada gələcəkmi? İnterfeysdən çıxırıq və gəlin birinci userimizi yaradaq. Username deyirik. Birinci userin adını qoyuram admin. Parolunu isə secretlə qoyacam. Admin 123 qoyacaq. İkinci useri də yaradırıq. Qoyuram bunun adını netadmin. Yenə də buna isə password yazacağam. Password admin 123 olacaq bu da. Line console 0-a daxil oluruq və login local yazıb bunu konsola girişə bu kodu, username-i falan təyin edirik. Qaydırıq yenidən geriyə və enable secret təyin eləyək. Enable yazırıq, secret yazırıq. Yenə admin 123 parolunu qoyuruq bura. Do VR eləyək, saxlanıc eləyək bura qədər elədiyimizi. Növbəti ayar olaraq gəlin IP domain lookup, yəni domain axtarışını biz bağlayaq. Sonra isə gəlin giriş ekranına belə bir mesaj yazaq. Banner mode yazaq only admin belə bir şey yazaq. Okay, bu da giriş ekranına qoyduğumuz mesaj. Bunu da həll etdik. Routerun öz standart adını dəyişdirək. Yazırıq hostname router 1 R1 qoyacam bu routerumuzun adını və ya da əsas routerda qoymalı, fərqi yoxdur. Yəni router 1 elə gəlin əsas router istəyirsiniz qoyaq. Bilək ki, bu əsas routerda əsas R qoyuram adını. Gördüyünüz kimi routerun adı əsas R olaraq dəyişdi. Yəni bu konfigin qarşısında artıq bayaq router idisə, indi isə əsas R. Yəni ki, routerun adı əsas R-dır. Bu qədər ayarlarımızı tamamladıq. Yenidən do VR eləyirik. Bütün indiyənə kimi etdiyimiz ayarlarımızı tətbiq eləyirik. Gəlin indi isə çıxaq və giriş ekranına baxaq. Gördüyünüz kimi only admin mesajımız var və 2 dənə istifadəçimiz var. Birinci adminə girək. Admin 123 yazdı. Gördüyünüz kimi hal-hazırda girmişəm. Enable yazırıq təzədən. Yenə admin 123 yazıram. Hal-hazırda isə ikinci mərtəbədə, ikinci moddayıq. Privileged exit modundayıq və gördüyünüz kimi burada uğurla daxil ola bildik. Parollarımız hamısı işləyir. Qoyduğumuz kimi hər bir şey qaydasındadır. Gəlin çıxaq buradan. Exit bastım və indi gəlin bu dəfə bayaq admin
istifadəçisinə girmişdim. Gəlin bu dəfə netadminə daxil olaq. Netadmin admin 123 daxil olduq. Gördüyünüz kimi yenə enable'ın parolu eynidir. Bu aidiyyəti yoxdur. Okay. Biz buradayıq yenə. Qaydasında dəyişik. Gəlin bir dənə show run eləyək. Görək biz hansı konfigurasiyaları qoymuşuq routerumuza. Okay. Baxaq. Var bizdə hostname əsas router, enable secret, yəni enable-a qoyduğumuz parol, yəni secret şifrələnmiş bir parolumuz var. Gördüyünüz kimi username'imiz var. 2 dənə userimiz var. Admin var və netadmin var. Admin secretlə şifrələnib, netadmin isə normal paroldur. Gördüyünüz kimi burada görsənir. Admin 123 şifrələnməyib, yəni. No IP domain lookup aktivdir. İnterfeyslərimizdə olan IP. İnterfeys gigabit üzərinə 0.1-də IP adresi 192.168.1.1. Qalanlarında heç bir şey qoymamışıq, aktivləşdirməmişik, yəni IP təyin eləməmişik ora. Bu da isə bizim girişə təyin elədiyimiz yazıdır. Banner moddur. Only admin. Burada da hər şey qaydasındadır. Konfigurasiyalarımızı gördük. İndi isə gəlin bu bütün konfigurasiyaları biz göndərək TFTP serverimizə. Göndərməmişdən öncə biz serverimizə məntiqi təyin elədiyimiz IP-ni serverə yazırıq. 192.168.1.5 yazdıq və bura default gateway olaraq yaza bilərik routerumuzu 192.168.1.1-də yazaq. Buradan servisə daxil oluruq, gəlirik TFTP-yə. TFTP servisi 10, elə aktiv şəkildə 10 gəlir. Biz yenidən bir dənə on, off 10 eləyək. Və burada bu qədər şeylər var. Bu biz heç birini biz yaratmamışıq. Bu paket tracer'ın özündə, yəni default olaraq gələn şeylərdir. Bunu silə bilərik. Remove file eləyirik. Buna hamısını silirik ki biz burada qarışıqlıq olmasın. Bizim birazdan təyin edəcəyimiz backup adı ilə bunlar qarışmasın. Hal-hazırda serverimiz aktivdir. Serverimizə IP vermişik. Server işləyir. TFTP-ni də qaldırmışıq. OK-dir, hər şey, problem yoxdur. İndi isə gəlin routerdakı bu konfigurasiyalarımızı TFTP serverə göndərək. Bunun üçün copy run TFTP və 2 nöqtə yazırıq, enter basırıq. Burada bizdən address or name of remote host. Yəni bizdən burada serverin IP adresini istəyir və yaxud da adını istəyir. Biz IP adresini yazaq, bizim üçün daha rahat olsun. 192.168.1.5 65 yox 5. Okay. Yazdıqdan sonra enter basırıq. Bizə destination file name soruşur. Yəni mən bunu serverdə saxlanıc eləyəcəm, save eləyəcəm. Amma hansı adla save eləyim? Biz gəlin yazaq əsas air. Bir dənə də config yazaq özümüz üçün. Config necəsin bazarına yazaq. Əsas r config. Biz bildik ki, bizim TFTP serverimizdə olan əsas r config adında olan fayl bizim əsas routerumuzun config ayarlarının backup'ıdır. Enter basırıq. Gördüyünüz kimi write running config 907 baytlıq bir config datasıdır və serveri hal-hazırda bunu köçürtmüş olduq. Gəlin baxaq serverimizə. Görək serverimizdə belə bir fayl var. Gördüyünüz kimi TFTP-yə daxil oldum və burada əsas r-config adında backup faylı artıq yaranmış oldu. Bəs indi necə digər routerdan həmin faylı bu routera çəkib ayarların hamısını kopyalaya bilərik. Gəlin routera baxaq, görək routerumuzda hal-hazırda nəsə bir ayar varmı? Bax, enable basıram, gördüyünüz kimi kodsuz girirəm. Hər şey yəni stokdur da, routeru heç bir şey eləməmişəm hal-hazırda. Yenə də gəlin run işləyən running config-ə baxaq, görək nə var. Hostname routerdur. Halbuki biz burada əsas r olaraq dəyişdirmişdik. İndi birazdan bura restore eləyəndə də bunlar da öz qaydasına düşəcək. Heç biri də interfeysində IP yoxdur. Nə userlar var, nə də onların kodları var. Girişə heç bir yazı yazmamışıq. Yəni burada heç nə görsənmir hal-hazırda. Boş, təmiz routerdur. Gəlin biz routerun interfeysinə birinci IP təyin eləyək. Ondan öncə baxaq görək biz hansı interfeysə qoşulmuşuq. Gigabit üzərinə 0.2-yə qoşulmuşuq. Okay. Biz gəlirik interface conf-yə daxil olaq. Aha. Interface gigabit ethernet 0.2. Okay, 0.2-yə daxil oluruq və IP adresi təyin edirik yenə 192.168.1.254. Buna məntiqi olaraq bayaq təyin elədiyimiz IP-ni, yəni vermək istədiyimiz IP-ni hal-hazırda təyin edirik. 255.255.255.0. Okay, IP-ni təyin elədik. Portumuzu da qaldırırıq, aktiv şəkilə gətiririk. Okay, do VR. IP-miz də hazırdır. Routerla hal-hazırda switch arasında əlaqə var. İndi isə gəlin restore prosesini edək. Exit deyirəm. Bir dənə də exit deyəcəm, qayıdacam bura. Bu dəfə copy TFTP run yazacağam. Gördüyünüz kimi yenə bizdən bir adres soruşur, bir ünvan soruşur ki, mən indi səni restore eləmək istədiyim faylı hardan götürüm? Yenə biz serverimizin IP adresini bura yazırıq. 192.168.1.5. Okay. İndi isə deyir ki, mən bu adresdən
hansı adda olan faylı götürüm çəkim özümə onu restore edeyim. Biz də bayaq hansı adı təyin eləmişdiksə öz backup faylımıza eyni adı da təzədən bura yazırıq. SSR config yadınızdaysa belə bir şey eləmişdik. SSR config C balaca iləndir, R böyük iləndir, E ilə E-si böyük iləndir. Əsasın da E-si böyük iləndir. Okay, enter basırıq. Destination file name running config. Okay, accessing 192.168.1.5. Hal-hazırda serverə belə deyim, daxil olmağa çalışır. Okay, loading SSR config from 192.168.1.5. 192.168.1.5 adresindən əsas router config faylını mən hal-hazırda deyir özümə restore elədim. 907 baytlıq data copied olundu 3 saniyə içərisində. Burada da bizə loqlar verir və diqqət elədinizsə aradakı əlaqə kəsildi. Burada əlaqə. Halbuki biz bayaq əlaqəni qurmuşduq və ikisi də yaşıl idi. Əlaqə nəyə görə kəsildi? Çünki IP konflikt yarandı artıq. Çünki şəbəkədə 2 dənə 192.168.1.1 var. O da niyə görə olur? Bu routerun bütün konfiqurasiyasını necə birə-bir köçürtmüşük buna. Ona görə də yenə bunun interfeysində, yəni bir qarışıqlıq oldu. Gəlin baxaq. En basıram, gördüyünüz kimi əsas R oldu adı. Halbuki bayaq router idi. Backup faylını restore edəndən sonra router artıq əsas R olaraq dəyişdi. Gəlin bir dənə ilə çıxaq. Exit yazaq. Gördüyünüz kimi artıq only admin yazısı gəldi və bizdən username istəyir. Eyni bu routerda qoyduğumuz bütün konfigləri ikinci rezerv routerumuzda da elə bir görmüş oldu. Bunu bağlayaq. Gəlin. Yəni bunu da bağlayaq. Gördüyünüz kimi bu bizim əsas routerumuz idi. Bu da bizim rezerv ikinci routerumuz idi. Və hal-hazırda bu routerda məndən giriş parol istəyir, bir username istəyir. Halbuki mən buna bayaq da gördüyünüz kimi heç bir parol və ya da username təyin etməmişdim. Gəlin yazaq. Elə birinci adminlə yoxlayaq. Adminlə girək. Admin 1.2. Okay, daxil olduq. Enable. Burada da parolumuz var. Əla, hər şey necə lazımdır, öz qaydasındadır. Kopyalanıb yəni bu routerdadır. Gəlin çıxaq yenidən username. İndi isə net admin ilə gəlin daxil olaq. Admin 1.2. Okay, bu da qaydasındadır. Enable, nə də admin 1.2. Всё, burada da qaydasındadır. Gəlin show run eləyək. Görək hansı ayarlarımız var. Hostname'imiz əsas routerdur. Enable secret var. O birisi routerda, əsas routerda təyin etdiyimiz kimi necə var, hamısı qaydasındadır. Username admin var. Secret də budur. Username net admin var. Password admin 1.2.3'dür. Əla. No IP domain lookup aktivləşdirmişdik. Okay, bu da qaydasındadır. Interface gigabit üzərindən 0.1-də. Gördüyünüz kimi 0.1-də. Bu hansı portdaydı? Hansı interfeysə bağlanmışdı? 0.1-ə. Yəni necə var? Eynisini də götürüb kopyalayıb bura. 0.1 adresinə 1.1-i təyin edirəm. Amma halbuki yoxdur da belə bir şey. Bundadır. Yəni bunda ola bilməz. Artıq biz bir dənə burada IP-ni dəyişsək, всё, bütün konfiqurasiyalar, hər şey qaydasındadır. Sadəcə başqa bir IP təyin edib bunu şəbəkədə elə bir var eləyəcəyik. Okay, bu da qaydasındadır. Yəni buna kimi kopyalayıb hər şeyi. Gəlirik baxırıq banner modda. Gördüyünüz kimi only admin. Yəni bu banner yazısına kimi, elə bir giriş konsol yazısına kimi hər şey restore olunub. Hal-hazırda rezerv routerumuzdadır. Yəni elə real olsun deyə biz burada bir dənə gigabit üzərinə 0.2 portuna daxil olaq bunun. N conft interface gigabit üzərinə 0.2. Ya bayaq elə IP adres təyinlənmişdik buna 192.168.1.254. Elə bunu da yazaq bura və 255 0. Subnet maskımızı da verək. No SH eləyək. Əla. Всё. Gördüyünüz kimi bağlantı quruldu. Nədə? Duviyar. Belə. Bu da artıq şəbəkədə öz yerini tutmuş oldu. Yəni bir dənə yoxlama məqsədi nə üçün? Elə belə bir dənə burada ping ataq. Admin 1.2 enable da admin 1.2. Gəlin ping yazaq. 192.168.1.254. Yəni bizim ikinci routerumuza. Ping ataq. Görək qaydasındadır hər şey. Əla. Bir nöqtə və 4 dənə nida gəlməsi də bura elə bir adresə mesajın çatması, paketin çatması deməkdir. Gəlin bir dənə yenidən yazaq. Okay, 5 dənə də nidamız gəldi. Bu qədər. Bu videomuzda sizlərlə TF-tipinin praktikasını elədik. Bir server qoşduq. O serverdə TF-tipini aktiv etdik. Bir dənə router təyin elədik özümüzə. Əsas router oldu. O routerun içərisində bütün konfiqurasiyaları elədik. Bəzi ayarlar qoyduq orada özümüz üçün. Və ikinci əlavə olunan routera, yeni gələn routerumuza biz oradakı əsas routerumuzda olan bütün konfiqurasiyaları digər routerda heç bir kod yazmadan, sadəcə bir kod yazmaqla TF-tipi serverdə olan əsas routerdakı backup faylını ikinci routerumuza restore eləmiş oldu. Bizim burada vaxtdan çox qənaət eləmiş oluruq. İndi siz düşünün ki, əsas routerumuz var. Orada bir neçə dənə ayar var, neçə dənə istifadəçisi var. Əlavə də təyin olunan neçə dənə ayar var da. Biz bunu ikinci routerda vaxt itirmədən, heç bir kod yazmadan əlavə, sadəcə bir kodla biz bunu həll eləmiş olduq. Əsas routerun bütün ayarlarını
yeni gələn ikinci routerumuza da kopyalamış olduq. Bu qədər izlədiyiniz üçün təşəkkürlər. Bizə dəstək olmaq üçün kanalımıza abunə ola bilərsiniz və videonu bəyəndiyseniz videoya like atıb, kommentlərdə də video ilə bağlı fikirlərinizi bizə bildirə bilərsiniz. Bir daha izlədiyiniz üçün təşəkkürlər. Hələlik.